Tavatepe Arxeoloji Ekspedisiyası artıq 5-ci ildir ki, arxeoloji tədqiqatları davam etdirir. Tədqiqatlar Azərbaycan-İtaliya Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən aparılır. Azərbaycan tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu, İtaliya tərəfdən Catania Universiteti birgə əməkdaşlıq şəraitində tədqiqatlar aparırlar. Ümumiyyətlə, abidə Orta Kür mövzəsində çox strateji bir nöqtədə yerləşir. Demək olar ki, bir neçə kilometr, bəlkə də 2 kilometrə yaxın ərazi müşahidə etmək mümkün. Ümumiyyətlə, ərazinin xüsusilə strateji olması seçilməsində o dövrdə kəskinləşən milli-tarix münasibətlər də nəzərə alınıb. Belə ki, ərazi təbii təpə üzərində salınmış yaşayış məskəni hər tərəfdən dərə və təpələrlə, belə deyək, təbii müdafiə yol oynayır, maili yamaslarla, nisbətən maili və sərt yamaslarla. Ümumiyyətlə, arxeoloji abidə 500 ildən artıq məskunlaşma qeyd alınıbdır. İnsanlar davamlı olaraq ərazidə uzun müddət yaşayıblar. Demək olar ki, Xocalı Gədəbəy mədəniyyətinin bütün mərhələlərinə rast gəlmək mümkündür.